ədəbiyyatında və geniş Orta Şərq mifologiyasında ifritlər çox vaxt baş düşmən və ya pis varlıqlar olaraq təqdim edilir. Bəzi nağıllarda və əhvalatlarda ifritlər insanların ruhlarını ələ keçirməyə çalışır və onlara tuzaqlar vururlar. Sübhanallah. 6-cı xüsusiyyət, deyim və istifadə. Bugün xüsusilə Azərbaycan dilində ifrit olmaq ifadəsi çox əsəbi olmaq, qəzəbini idarə edə bilməmək anlamında istifadə olunur. Yəni biri ifrit olmuşsa, bu həmin şəxsin çox qəzəbli və əsəbi olduğu deməkdir. Quranda ifritlər güclü və çox sürətli varlıqlar olaraq təsvir edilir. Məsələn, Nəml surəsi 39-cu ayədə Süleyman Peyğəmbərin Belqisın taxtını gətirmək üçün ifritlərdən təklif aldığı bildirilir. Lakin ilmi olan bir kəs